Salam, hörmətli izləyicilər. Yenə də dövlət qulluğuna aid bir neçə sualın izahını vermək istəyirəm. 76-cı sual. Aşağıdakılardan biri mücərrəd mənalı düzəltmə isimdir. Biz burada iki qaydaya fikir verməliyik. Düzəltmə olsun, bir də mücərrəd mənalı olsun. Mücərrəd və konkret isimlər vardır dilimizdə. Mücərrəd, yəni göz ilə görə bilmədiyimiz, təmas edə bilmədiyimiz, toxuna bilmədiyimiz sözlərdir, isimlərdir. Konkret isimlər isə onun əksidir. Yəni toxuna bildiyimiz, göz ilə görə bildiyimiz sözlər isə konkret isimlərdir. Dəftərçə əşyadır, görünür. Dəmirçi şəxsdir, görünür. Lakin digər üç söz, düşüncə, xəyal və sükut, üçü də mücərrəddir. Bunu necə tapmalıyıq? Çünki burada yazılmışdı düzəltmə. Xəyal sadədir, sükut sadədir, düşüncə isə düzəltmədir. Ona görə də cavabımız oldu C bəndi.